Zaqatalada doğuş zamanı körpü ölümü baş verib. Hadisə bugün səhər saatlarında rayon mərkəzi xəstəxanasında qeydə alınıb. Zaqatala rayon Muxaq kənd sakini 33 yaşlı Günel Əliyeva səhər saat 8 radələrində doğuş sancıları ilə Zaqatala rayon mərkəzi xəstəxanasına müraciət edib. 34 həftəlik hamilə olan qadının ailə üzvlərinin verdiyi məlumata görə hamilə xəstəxanaya daxil olduğu zaman həkimlər tərəfindən təcili qeysəriyyə əməliyyatı aparılması haqqında qərar qəbul olunub. Qeysəriyyə əməliyyatını xəstəxananın mama ginekoloqları Rəna Sultanova və Mehriban Hüseynova aparıb. Əməliyyat zamanı yeni dünyaya gələn oğlan uşağı ölüb. Ailə üzvlərinin sözlərinə görə son müayinələr zamanı ana bətnindəki dölün vəziyyətinin normal olması bildirilib. Saat 8-ə işləmiş gəlmişik balnisaya. 9-a işləmişə qədər heç bir xəbər eləmədilər, girdi içəri. Saat 10-a işləmişdə ameliyata saldılar. Ondan sonra da bir 2 saatdır xəbər vermirdilər. Doktor zəng elədi, ayrı doktor. Dedi ki, uşaq düşüb, ölübdür uşaq. Leyla doktor, uşaq həkimi deyir ki, istəmirdin, gətirməyərdin bura xəstəni. Biz hara aparmalıyıq biz? Hər şey normal, dünən tərpənən uşaq, sapasağlam uşaq, uzilərdə hər şey yaxşı olan uşaq bugün dünyaya ölü gəlir. Niyə? Səbəbi nədir? Hamiləlik dövründə bacımda qan problemi var idi. Trombositləri aşağı idi çox. Onu da Bakıya göndərdilər. Bakıda xəstəxanada yatdı, normallaşdı, gəldi. Yeni doğulan körpənin ölümünün dəqiq səbəbini öyrənmək məqsədi ilə meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. Xəstəxanadan aldığımız məlumata görə baş gəlişi uşaqlıqda çapıq idiopatik trombositpenik purpura diaqnozları təyin edilən qadın dərhal əməliyyata alınıb. Əməliyyatda çəkisi 2 kq 700 qram, boyu 50 sm olan ölü döl xaric olunub. Qeyd edək ki, hazırda ananın vəziyyəti stabildir. Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır. Hacı Ömər İsayev, İlkin Mirzəyev, Mələk İnqilablı, ATV Xəbər, Zaqatala.